Salam, hər vaxtınız xeyirli olsun. Mən İsmail İbrahimov. Bu videoda sizə Respublika Fən Olimpiyadasına düşən maraqlı bir sualı izah edəcəm. Əvvəlcə sualın şərtinə baxaq. Sualda deyilir ki, yer kürəsinin sxemdəki vəziyyətinə əsasən doğru fikirləri müəyyən edin. Yəni, biz sxemə əsasən aşağıdakı ifadələrdən doğru olanlarını müəyyən edəcəyik. Bizim işimiz nədir ilk növbədə? Bu sxemin hansı tarixə aid olduğunu müəyyənləşdirmək. Yer kürəsinin sxemdəki vəziyyətinə əsasən görürük ki, günəş şüaları cənub qütbünə qədər hər yeri işıqlandıra bilər. Amma şimal qütbü ətrafı ərazilərin qaranlıq olduğunu görürük. Yəni, cənub qütb dairəsindən cənub qütbünə qədər hər yerdə gündüzlər, şimal qütb dairəsindən şimal qütbünə qədər hər yerdə gecələrdir. Bu vəziyyət hansı tarixdə baş verir? Təbii ki, 22 dekabr tarixində baş verir. Yəni 22 dekabr tarixində Günəş cənub tropikinə 90 dərəcə bucaq altına düşür, yəni cənub tropikində zenitdədir. Bu zaman cənub qütb dairəsindən cənub qütbünə qədər hər yerdə qütb gündüzü, şimal qütb dairəsindən şimal qütbünə qədər hər yerdə qütb gecələrdir. Deməli 22 dekabr tarixinə uyğun gələn ifadələri müəyyən edəcəyik. 1. Yeni Zelandiya adalarında ən uzun gündüz müşahidə edilir. Yeni Zelandiya cənub yarımkürəsindədir. Bilirik ki, 22 dekabr tarixində cənub yarımkürəsində ən uzun gündüz, ən qısa gecədir. Şimal yarımkürəsində isə ən uzun gecə, ən qısa gündüzdür. Deməli, birinci ifadə doğrudur. İkinci, bu vəziyyətin baş verdiyi tarixdən başlayaraq, yəni 22 dekabr tarixindən başlayaraq Bakı şəhərində gündüzün uzunluğu artmağa başlayır. Bilirik ki, 22 dekabrdan etibarən Günəşin zenit vəziyyəti üzü ekvatora doğru geri qayıdır. Və bu zaman şimal yarımkürəsində gündüzlər uzanmağa başlayır. 22 dekabr tarixində şimalda ən qısa gündüz, ən uzun gecə olsa da, bu tarixdən etibarən artıq gündüzlər uzanmağa, gecələr tədricən qısalmağa başlayır. Deməli, ikinci ifadə də doğrudur. 3. Bu vəziyyətin baş verdiyi tarix, yəni 22 dekabr tarixində cənub yarımkürəsində ən isti gün hesab olunur, səhv fikirdir. Bilirik ki, cənub yarımkürəsində ən isti ay yanvar aydır, quruda, suda isə fevral ayıdır. Şimal yarımkürəsində isə tərsinə, quruda ən isti ay iyul ayı, suda avqust ayıdır. Deməli, üçüncü ifadə səhvdir. 4. Bu vəziyyətin baş verdiyi tarixdən etibarən cənub tropik işıqlanma qurşağının sahəsi artır. Ümumiyyətlə, işıqlanma qurşaqlarının sahəsinin artması, azalması Günəşin vəziyyətinə görə deyil, yerin xəyalı oxunun orbit müstəvisindən meylliliyinin dəyişməsinə əsasən baş verir. Yəni, onun sahəsinin böyüməsi, kiçilməsi. Deməli, dördüncü ifadə də səhvdir. Və beşinci ifadəyə baxırıq. Bu vəziyyətin baş verdiyi ay, yəni dekabr ayında şimal yarımkürəsi üçün ən soyuq ay hesab olunur. Bilirik ki, şimal yarımkürəsində quru sahəsində ən soyuq ay yanvar, su sahəsində isə fevral ayıdır. Deməli, bu ifadədə səhvdir. Sualımızda doğru cavab 1-2-B variantı. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.